Axşamınız xeyir, hörmətli müəllimlər, hörmətli təhsil ictimaiyyəti, xoş gördük sizləri. Bugün biz yenə sizlərin qarşısındayıq. Bildiyiniz kimi təkmilləşdirilmiş Azərbaycan dili fən kurikulumunda məzmun xəttləri üzrə biz silsilə webinarlar təşkil etmişdik. Oxu məzmun xətti, yazı məzmun xətti, dinləmə və danışma məzmun xəttləri üzrə görüşlərimiz bizdən artıq yekunlaşdı, başa çatdı. Bugünkü görüşümüz isə nitq bacarıqlarının formalaşdırılmasında söz ehtiyatının rolu mövzusundadır. Sizlər də təsdiq edərsiniz ki, dil bacarıqları məhz söz bazası üzərində qurulur. İstənilən bacarıqda söz ehtiyatının varlığı, zənginliyi böyük rol oynayır. Və bugün biz sizlərlə məhz bu məsələni müzakirə edəcəyik. Həm ümumiyyətlə söz ehtiyatı nədir? Nitq bacarıqlarının formalaşdırılmasında söz ehtiyatının rolu nədən ibarətdir? Və biz şagirdlərimizlə söz bazasını, söz ehtiyatını necə formalaşdıra bilərik? Həmçinin təkmilləşdirilmiş yeni fən kurikulumu buna nə dərəcədə fürsət verir, necə imkanlar yaradır müəllimlər üçün bu məsələləri sizlərlə müzakirə edəcəyik. Moderatorunuz mən Turan Zekeriyevadır. Bugünkü mövzumuz üzrə spikerlərimiz isə Rafiq müəllim İsmailov, filologiya üzrə fəlsəfə şiirlərimizdən biri Rafiq müəllim İsmailovdur. Rafiq müəllim həm dərslik müəllifidir, həm də filologiya üzrə fəlsəfə doktorudur. Eyni zamanda digər spikerim Günay xanımdır, Günay Mirzəzadə, Təhsil İnstitutunun əməkdaşıdır. Hər iki spikerimiz Azərbaycan dili fən kurikulumunun təkmilləşdirilməsində həm müəllifdirlər. Hörmətli qonaqlar, sizləri salamlayıram, xoş gördük. Axşamınız xeyir olsun, çox sağ olun. Çox gözəl mövzunu açdığınız üçün təşəkkür edirəm. Mən də həmkarlarımızı salamlayıram. İnşallah webinarımız faydalı olar müəllimlərimiz üçün. Çox sağ olun, təşəkkür edirəm. Rafiq müəllim, siz də xoş gəldiniz. Çox sağ olun, mən də hamını salamlayıram. Çox vacib mövzu ətrafında söhbət edəcəyik bugün. Yəqin ki, artıq başlaya bilərik. Bəli, Rafiq müəllim. Sözü elə birinci sizə vermək istəyirəm. Ümumiyyətlə, söz ehtiyatı nədir? Necə başa düşməliyik bunu? Buradan başlayaq istəyirsiniz söhbətə. Bayaq siz qeyd etdiniz, yəni nitq bacarıqlarının yüksək səviyyədə formalaşması, inkişafı və reallaşması üçün söz ehtiyatının rolu əvəzsizdir. Amma burada bir məsələ var. Həmin nitq bacarıqları da
əks təsir göstərir. Onlar da söz ehtiyatının zənginləşməsinə xidmət edir. Və bununla bağlı bir beynəlxalq təcrübə mövcuddur və orada deməli araşdırmalar aparılıb və uşaqların yaş qrupları üzrə bir növ söz ehtiyatı normativləri müəyyənləşir. Bunlar ölkədən asılı olaraq çox müxtəlif ola bilər, amma cədvəldə gördüyünüz kimi Dünya Psixoloqlar Assosiasiyasının müxtəlif pedaqoqların və s. onların bir növ təklif etdiyi, onların araşdırmalarının nəticəsi kimi meydana çıxmış bu rəqəmlər haqqında danışaq. Gördüyünüz kimi uşaq məktəbə gələndə 6 yaşında onun söz ehtiyatı təxminən 10.000 civarındadır. Burada aktiv və pasiv söz ehtiyatını fərqləndirmək lazımdır. Aktiv söz ehtiyatı nədir? Uşağın nitqində istifadə etdiyi sözlərdir. Pasiv söz ehtiyatı isə onun bir şeyi oxuyarkən, dinləyərkən başa düşdüyü, lakin nitqində istifadə etmədiyi sözlərdir. Onlar bir yerdə təxminən gördüyünüz kimi 8.000-15.000 təşkil edir. 10 yaşında, yəni ibtidai mərhələnin sonuna yaxın bu artıq 20.000-ə qədər çoxala bilir. 17 yaşda orta təhsilin sonuna yaxın isə 70.000. Cədvəldən görürsünüz aktiv və pasiv söz ehtiyatlarını, bu haqda geniş danışmayacağım. Sadəcə öz reallığımıza qayıtmaq istəyirəm. Bizdə belə bir araşdırma təəssüf ki, hələ aparılmayıb. Amma yəni müşahidələrimizə əsasən deyə bilərik ki, biz bu rəqəmlərdən kifayət qədər geri qalırıq. Yəni şəxsən mənim müşahidələrimə görə 6 yaşında, yəni 1-ci sinifə gələn uşağın söz ehtiyatı təxminən 1200-1500 civarında olur. Və bu müddət ərzində ibtidai siniflərdə ona yeni təxminən 3-4 min söz öyrənir. Və beləliklə gördüyünüz kimi bizim uşaqların söz ehtiyatı bu beynəlxalq təcrübədə qəbul olunmuş belə deyək söz ehtiyatından. Yəni bu cədvəli mən ümumiyyətlə internet araşdırmaları və sonda süni intellektdən soruşmuşam. Aşağı yuxarı onlar üst-üstə düşür. Bildiyiniz kimi ChatGPT adətən internetdə olan materialları ümumiləşdirərək təqdim edir. Ancaq müxtəlif deməli araşdırmalarda da, müxtəlif tədqiqatlarda da bu rəqəmlərə rast gələ bilərsiniz. Yəni üzr istəyirəm, çox sağ olun belə dəqiq rəqəmlərlə göstərdiyiniz üçün. Sözünüzü böldüm, üzrlü sayın. Bir məqamı eyni zamanda fikir bildirmək istəyirəm siz davam edərkən. Uşaqların söz ehtiyatına təsir edən amillər vermisin, yəqin olaraq haqda danışacaqsınız. Dediyiniz statistika və bu hissəyə baxanda belə başa düşülür ki, o zaman bizim şagirdlərimiz 6 yaşa qədər olan uşaqlar olduqları mühit, bu ailə ola bilər, bu üzr istəyirəm, uşaq bağçası ola bilər və yaxud məktəbə hazırlıq, məktəbə qədər mərhələlər müxtəlif müəssisələrdə ola bilər. Demək ki, orada biz nələrisə düzgün etmirik ki, şagirdlər birinci sinifə gələrkən dediyiniz kimi dünya statistikasının altında söz ehtiyatından gəlirlər, elə deyilmi? Elədir, düz vurğuluyursunuz. Yəni ki, həmin mərhələdən çox şey asılıdır. Bu baza mərhələsidir. Uşağın məktəbə gələrkən deməli malik olduğu söz ehtiyatı. Bu isə ailədən daha çox gəlir. Mən burada məktəbə qədər hazırlıqdan çox ailəni vurğulamaq istəyərdim. Yəni açığı deyək, biz uşaqlarla danışmırıq, az danışırıq. Onları danışdırmırıq. Onlara kitab oxumuruq. Elə fikirləşirik ki, uşaq məktəbə gedər, hərfləri öyrənər və ondan sonra özü oxumağa başlayar. Amma elə deyil. İndi keçən dəfə oxu haqqında danışarkən vurğuladığım kimi müasir dövrdə yəni 1 yaşından etibarən uşaqlar üçün kitablar buraxırlar ki, valideyn onun üçün oxusun. Hətta danışmadığı dövrdə belə ona kitab oxuyurlar. Bu bizim uşaqların mütaliə olan marağıdır. Bu da həm ailədən, həm məktəbdən asılıdır. Yəni aparılan araşdırmalar göstərir ki, mütaliə maraq nə qədər çoxdursa, orada həm söz ehtiyatı, həm oxu sürəti, həm ümumiyyətlə oxuyub anlama bacarığı daha yüksək inkişaf eləyir.
Hətta belə bir araşdırma da aparılıb ki, kimin, hansı ailənin evində kitabxana varsa, şəxsi kitabxana varsa, uşağın öz kitabxanası varsa, bunun da öz təsiri olur. Yəni, bütün bunlar statistik araşdırmaların nəticələridir. Bir də onu deyim ki, məsələn, burada görürsünüz 70 minə qədər çoxalır. Müasir bizdə lüğətlərimizdə, məsələn, Azərbaycan dilinin 4 cildli izahlı lüğətində, bunu mən dəqiq bilirəm ki, 40 minə qədər söz var. Çünki o sözləri biz yükləmişik Azlex lüğətinə də və orada statistika görünür ki, 40 minə yaxın söz var. Və biz bu yeni sözləri mənimsəməkdən və onları uşaqlara təqdim eləməkdən biraz çəkinirik. Bununla bağlı cəmiyyətdə də tez-tez debatlar olur ki, bax, bu yeni sözləri, xüsusilə Rus Avropa mənşəli sözləri mənimsəməyə dəyərmi və s. Bu, sonradan problemləridir. Ancaq hələlik onu demək istəyirəm ki, bu məktəbdə tədrisin təşkili, yəni ki, məktəbdə xüsusilə dil tədrisində bu aktiv kommunikasiya necə qurulur, debatlar təşkil olunurmu, müzakirə təşkil olunurmu, il ərzində hər uşaq heç olmasa bir-iki dəfə təqdimat edibmi, esse nə dərəcədə tez-tez yazılır. Bütün bunlar sözsüz ki, uşağın söz ehtiyatına xeyli təsir göstərir. Buna görə ki, məsələn, esse yazarkən o istər-istəməz hazırlaşır. O cümlə qurmaq üçün bir lüğətə müraciət edir ki, öz fikrini ifadə eləmək üçün sözlər seçir oradan və s. Və bu yolla onun söz ehtiyatı artır. Daha mütaliəni hələ demirəm ki, əsasən söz ehtiyatı bunun hesabına artır. İndi mən istəyərdim ki, bizdə söz ehtiyatı indiyə kimi kurikulumda necə öz əksini tapırdı, hansı standartlarda və 2025-ci il yeni təsdiq olunmuş, təkmilləşdirilmiş kurikulumda o necə öz əksini tapır, bir qədər müqayisə edək. Mümkünsə, sonra növbəti səhifəyə baxaq. Dəyişirəm təqdimatı. Deməli, sizin sözünüzə qüvvət, biz yəqin ki, sonradan 0-6 yaş arasında söz ehtiyatının artırılmasıyla bağlı başqa bir webinar da açmalı olacağıq. Çünki hal-hazırda biz ümumtəhsil dövründə necə inkişaf edə bilərik, onun üzərinə danışacağıq. Amma tədqiqatlar göstərir ki, ana bətnindəykən şagird uşaqların eşitmə funksiyası artıq funksiyalı olandan sonra onlara hekayələr, nağıllar oxumaq lazımdır ki, oradayken həm fantaziyalarını, həm eşitmələrini, həm söz ehtiyatına təsir etsin, nəinki doğulandan sonra. Bəli, o 6 yaşa qədər biz cəmiyyət olaraq, ailə olaraq uşaqlarımızı daha çox susturmağa çalışırıq, nəinki onu danışdırmağa, nəinki ona oxumağa və onu oxutmağa. Bunlar bizim çatışmazlıqlarımızdır bu cəhətdən. Ki, məktəb dövründə ən azından nə edə bilərik, onunla bağlı bugün nələrsə danışa biləcəyik. Burada sonuncu bir göstəriciyə də toxunmaq istəyirəm. Orada genetik nevroloji təsir haqqında da, faktorlar haqqında da danışılır. O sizin sözünüzə qüvvət. Məsələ burasındadır ki, biz uşaqları, o deyirəm, stimullaşdırmırıq. Bəzən isə əksinə. Onlarda bir kompleks yaradırıq ki, birdən nə isə düz demərəm. Yəni, onların səhvlərinə kəskin reaksiya veririk. Yəni ki, bu belə olmamalıdır. İstər məktəbdə tədris zamanı, istər ailədə valideynlər tərəfindən, yəni uşaqların o səhvlərinə dözümlü yanaşmaq və onların suallarına daim cavab vermək. Bax, bu faktorlar böyük rol oynayır. Beləliklə, 2013-cü il, yəni ki, bu 10 il ərzində keçdiyimiz dərsliklərdə söz ehtiyatı necə formalaşır və 2025-ci ildə biz hansı yeni standartlar, yeni çalışma modelləri və bacarıqlar haqqında danışa bilərik. Xatırlayırsınızsa 2013-cü il kurikulumda söz ehtiyatı standartı oxu məzmun xəttində əsas standartlardan birincisidir. Və orada 2 alt standart var.
Onlardan biri ümumiyyətlə sözün mənasını müəyyənləşdirməkdir. Lüğətdən istifadə etməklə, yuxarı siniflərdə kontekstdən çıxış etməklə və burada artıq sinifdən sinifə feil dəyişir. Sözün mənasını müəyyənləşdirir, sözün mənasını izah edir, sözlərin mənalarını fərqləndirir və s. Bax, bu cür standartlardır. Ancaq əsas inkişaf xəttini götürsək, burada sözün mənasını müəyyənləşdirməkdən danışılır və daha çox vurğulanır oxuduğu mətndə sözün mənasını müəyyənləşdirir. Digər standart isə alt standart sözün həqiqi və məcazi mənasını fərqləndirməkdir. Yeni təkmilləşdirilmiş kurikulumda bütövlükdə götürsək, söz ehtiyatı standartı artıq oxuda deyil, dil qaydaları məzmun xəttində öz əksini tapır. Burada ancaq ki, oxuda da o qalır. Yəni, oxuda kontekstdən çıxış edərək mətndə tanış olmayan sözün mənasını müəyyən etmək bacarığı, bu, ümumiyyətlə, həm də oxuyub anlama bacarığıdır. Yəni ki, oxunun faktoloji qavrama standartının bir tərkib hissəsidir. Sözsüz ki, əgər uşağın söz bazası, söz ehtiyatı zəifdirsə, o, tutaq ki, bir cümlədə 2-3 sözü mənasını müəyyənləşdirə bilmirsə, onun mənasını bilmirsə, həmin cümlələri də başa düşməyəcək və mətni ümumilikdə yaxşı qavraya bilməyəcək. Amma bu, əslində qalsa, söz ehtiyatı bütövlükdə belə bir əsas standart kimi, dediyim kimi, dil qaydalarında öz əksini tapır və orada 3 alt standart, hansı ki, inkişaf xətti üzrə 5-ci sinifdən 11-ci sinifə kimi gedir. Bunlar söz tərkibində morfemlərin semantikasından çıxış edərək sözün mənasını müəyyən etmək, sözlərin mənasını müxtəlif üsullarla izah etmək və əvvəlki kimi sözün həqiqi və məcazi mənalarını fərqləndirmək, sadə üslubi fiqurları fərqləndirmək, frazeologizmləri və s. İndi nə üçün bax, bu dəyişiklik baş verdi? Əvvəla, çıxışımızın əvvəlində dedik ki, söz ehtiyatı yalnız yəni nitq bacarıqlarında özünü göstərir. Onlara kifayət qədər təsir edir. Onların yüksək səviyyədə reallaşmasına eyni zamanda nitq bacarıqları da söz ehtiyatına təsir edir. Bu baxımdan söz ehtiyatını yalnız oxu məzmun xətti ilə məhdudlaşdırmaq olmaz. Yəni, dinləmədə də söz ehtiyatı vacibdir ki, dinlədiyi mətni şagird başa düşə bilsin. Eləcə də ekspresiv nitq bacarıqlarında, yazıda və danışmada söz ehtiyatının rolu böyükdür. Çünki şagird orada zəngin söz ehtiyatı, xüsusilə akademik söz ehtiyatı nümayiş etdirməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, söz ehtiyatı, yəni leksika, dilçiliyin bölmələrindən biridir. Bayaq dediyim kimi, bütün dil qaydaları kimi leksikada olan bir çox kateqoriyalar, o bacarıqlar, onlar bütün nitq bacarıqlarına aid olduğu üçün dil qaydalarında leksikanın əks olunması, orada yer tutması daha münasib hesab elədik. Çünki əvvəllər də müəyyən leksik kateqoriyalara müraciət edəndə biz baxırdıq ki, mövcud standartlar vasitəsilə biz onları reallaşdıra bilmirdik. Beləliklə, söz ehtiyatı dediyim kimi, əsasən dil qaydalarında da ancaq oxuda qalır. Eləcə də, baxın, məsələn, 6-cı sinifdə dinləmə və danışmada şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə edir və yaxud yazıda ədəbi dilin normalarına riayət etməkdən danışarkən sözsüz ki, sözlərin öz leksik mənalarına uyğun, kontekstə uyğun işlədilməsi və s. bütün bunlar nəzərə alınır. Deməli, belə başa düşə bilərik ki, Rafiq müəllim, biz hər 4 dil bacarığının mərkəzində yenə mütləq söz ehtiyatı durur
Bunlardan əlavə dil qaydalarının içərisində sözlərlə bağlı, dilimizin lüğət tərkibi ilə bağlı qanuna uyğunluqlar, qaydalar ayrıca öyrədilir. Bəli, onlar öyrədilir. O haqda dil qaydaları ilə bağlı ayrıca webinarımız olacaq yəqin ki. Orada bu məsələyə toxunacağıq. Ancaq ki, yəni söz ehtiyatı nəyə görə dil qaydaları məzmun xəttində öz əksini tapdı bu dəfə? Bax, onu izah etməyə çalışdım. Evet. Və bununla bağlı yeni termin və anlayışlar gəldi kurikuluma və eləcə də dərsliklərə artıq gəlməkdədir. Nəyə görə bu anlayışlar gəldi? Bunu bir qədər sonra izah edəcəm, ancaq hələlik onlar haqqında, bu terminlər haqqında danışmaq istəyirəm. Bu hiperonim və hiponim terminləridir. Hiperonim sözün aid olduğu ümumi mənadır, mənanı bildirən sözdür. Məsələn, maral, heyvandır, çəkici aləti və s. Hiponim isə eyni hiperonimə aid olan sözlərdən biridir. Yəni, heyvan deyəndə təkcə maral yox, ayı, bəbir və s. Onları da nəzərdə tutulub. Onlar bir-birinə münasibətdə hiponimdirlər hamısı. Eyni hiperonimə aid olan sözlərdir. Daha sonra morfem sözünə mən dəqiq bilmirəm, əvvəlki dərsliklərdə bu terminə müraciət olunub yoxsa yox. Yəqin ki, yuxarı siniflərdə, çünki mən 7-yə kimi dərslər üzərində işləmişəm, orada yox idi. Ancaq indi səhv etmirəmsə 6 yoxsa 7-ci sinifdə artıq biz bu termini dərsliyə gətirdik. Çünki bilirsiniz, elə məqamlar var ki, elə hissəciklər belə deyək var ki, onları nə şəkilçi, nə də söz kökü kimi qəbul etmək olur. Onlar əslində morfemdir. Daha çox Yunan, Avropa mənşəli, tutaq ki, nə bilim, vice, super, mega və s. Bax, bu tipli hissəciklərdir ki, ayrılıqda mənaları yoxdur bir çoxunun. Amma ki, semantik belə çalarları çox güclüdür onlarda. Ona görə də onlara şəkilçi də demək olunur. Bunların arasında anti, məsələn, şəkilçi sayılır. Amma digərləri yox. Və semantika. Semantika indi dil qaydalarını keçərkən buna daha geniş toxunacaq. Yəni, müasir dil tədrisi və dil qaydalarının tədrisi semantik yanaşmanı tələb edir. Yəni ki, sadəcə olaraq sxolastik, qrammatik qaydalar deyil, eyni zamanda deməli, hər hansı bir qrammatik formanın yaratdığı bir semantik çalar. Bax, bunu da tələb edir. Və bu, deməli, anlayışlar nə üçün gəldi? İndi zəhmət olmasa digər slaydda biz bu haqda danışacağıq. Deməli, yeni ad standartlardan, yeni bacarıqlardan biri nə idi? Sözü əvvəl də var idi, sözün mənasını müəyyən etmək. Orada lüğətdən istifadə etməklə sözün mənasını müəyyən etmək və kontekstdən çıxış etməklə sözün mənasını müəyyən etməkdən danışılırdı. İndi yeni bir deməli alt standart gəlib. Bu da söz tərkibindəki morfemin semantikasından çıxış etməkdir. Və nümunə üçün deyə bilərəm ki, Azərbaycan dilində xüsusilə son dövrdə Rus, Avropa deyək, onların çoxsunun mənşəyi Avropa dillərindən gəlir və Yunan, Latın mənşəlidir. Onların böyük bir hissəsi, mən deyərdim 95-98% onların Yunan, Latın mənşəlidir və bir çox dillərdə onlar var və ona görə də bu standart bir çox ölkələrin kurikulumunda öz əksini tapıb. Yəni, söz tərkibindəki morfemin semantikasından çıxış edərək sözün mənasını müəyyən etmək. Bunlar məsələn, tutaq ki, avto, hidro, hiper. Hidro deyən kimi, tutaq ki, biz bilirik ki, bu neysə su ilə bağlı bir sözdür. Avto isə, tutaq ki, avtomobil sözündə özü yeriyən deməkdir, özü hərəkət edən deməkdir. Və burada əgər uşağa öyrətsək ki, burada avto özü deməkdir, mobil bu hərəkət deməkdir.
o avtobiografiya sözündə artıq ona izah etmək lazım olmayacaq bu nədir. Yəni biografiya sözünü bilirsə, avtobiografiya o biləcək ki, özünün biografiyasıdır bu. Və yaxud avtokratiyada əgər bilirsə ki, kratos sözü bu morfemdə bir çox sözlərdə rast gəlinir, demokratiya və s. Ki, yəni özünün tək başına hakimiyyət deməkdir və s. Nümunə üçün burada məsələn telepatiya sözünün izahı verilib. Yəni bu yolla necə izah etmək olar? Tutaq ki, şagird rast gəlir telepatiya sözünə, ancaq bilmir bu söz nə deməkdir. Əgər biz vaxtilə telefon, teleqraf sözlərini keçəndə ona başa salsaq ki, burada tele uzaq məsafədə olan deməkdir. Telefon uzağa səsin ötürülməsi, teleqraf uzağa yazının ötürülməsi və s. O biləcək ki, bu nəsə uzaqla bağlıdır. Üstəgəl patiya, məsələn, uşaq bilir simpatiya, antipatiya, empatiya, burada da his, duyğu var. Deməli, his və duyğunun uzaq məsafədən duymaq, uzaq məsafədən hiss etmək mənasına gəlir telepatiya. Bu da elə həmin sözün izahını verir. Beləliklə, dediyim kimi, Azərbaycan dilində bir 70-80 belə bir morfem var ki, uşaqlara vaxtaşırı bu cür sözlər rast gəldikcə onların morfologiyasını sadəcə olaraq morfoloji tərkibini təhlil et, yox. Bax, bunun semantik mənası, burada leksik mənadan danışa bilmirik, semantik funksiyadan və yaxud semantikadan danışa bilərik ki, onun semantikası, sözə gətirdiyi funksiya bax bundan ibarətdir. Beləliklə o 70-80 morfemi öyrənməklə uşağın yüzlərlə sözə elə bil ki, çıxışı yaranır. O həmin sözlər ona rast gələndə asanlıqla həmin sözləri o müəyyən edə biləcək. Və bundan başqa deməli sözün mənasını müəyyən etmək əvvəlki dediyim kimi kurikulumda da var idi. İndi keçək o birisi slaydda isə yeni bir deməli Bu slaydla bağlı bir şey də müəllimlərimiz nəzərdə çatdırmaq istəyirəm. Rafiq müəllimin qeyd elədiyi bu morfemlər və morfemlərin izahları dərslikdə verilməklə bərabər, xüsusən də müəllimlər üçün metodik vəsaitlərdə bunları izah etmənin yolları, özlərinin mənası hamısı geniş şəkildə bildirilir və müəllimlərimiz bunları tədris etməkdə əziyyət çəkməyəcəklər. Onlar həm dərslikdən, həm də xüsusilə də müəllimlər üçün hazırlanmış metodiki vəsaitdən istifadə edərək buna nail ola biləcəklər. Buyurun. Digər bacarıq sözün mənasını izah etməyə yollardır. Yəni sadəcə olaraq müəyyən etmək bu nə deməkdir? Mən sözün mənasını başa düşdüm. Sözün mənası bax burada. Ancaq izah etmək bu artıq başqa bir bacarıqdır. Bu danışma bacarığı ilə çox sıx bağlı olan bir bacarıqdır və onun Günay xanıma verək, bəlkə Günay xanım davam eləsin, həm də siz də biraz dincəlin, yorduq sizi. Təşəkkür edirəm, çox sağ olun. Günay xanım, bir daha xoş gördük sizi. Rafiq müəllim bir öncəki slaydda sözün mənasını müəyyən etməyin yollarından danışdı. Burada isə biz baxmaq istəyirik ki, sözün müəllimlər şagirdlərə və yaxud şagird dərs zamanı öyrəndiyi zaman sözləri hansı yollarla izah etməlidir? Müəllim necə onu başa salmalıdır və şagird necə öyrənməlidir? Zəhmət olmasa bu haqda. Bəli, Turan xanım, Rafiq müəllim bir şey çox gözəl qeyd elədi. O dedikcə mən müəyyən partda bu fikir çatdırım ki, necə ki biz türk dilləri qrupuna daxil olan digər türk dillərini dinləyəndə, eşidəndə necə qulaq asırıq, necə hiss eləyirik, nədən hiss eləyirik, daha çox qrammatik quruluşundan, cümlə konstruksiyalarından hiss eləyirik biz onu. O cür müəllimlər çox gözəl olardı ki, sözləri hər bir yeni sözün izahını izah elədikcə şagirdləri dərs prosesində o sözlərin mənasını izah etməyin yollarına çox diqqət versinlər. Çünki o sözlərin hissələr, morfemlərin hissələri, tərkib hissələrini, bayaq Rafiq müəllim qeyd elədiyi kimi, o cür əgər biz şagirdlərə çatdıra bilsə çox gözəl olar və bu şagirdlərin söz ehtiyatının artmasında da çox böyük rol oynayar.
Bəli. Burada çox vacib rol oynayır eyni zamanda şagirdlərin mütaliə bacarığı, mütaliə ümumiyyətlə ənənələrinin olması və beləliklə onlar qarşılarına bu sözləri çıxdıqca, hər dəfə bu sözlər qarşılarına çıxdıqca artıq şagirdlər o sözləri özləri başa düşməyə başlayacaqlar. Ona görə də sözlərin mənasını izah etməyin yolları çox vacib rol oynayır. Ümumiyyətlə sözün mənasını hansı yollarla izah etmək olar? Sözün mənasını izah etmək üçün müxtəlif elmi yanaşmalar mövcuddur. Həm bizim dilçilikdə, həm dünya dilçiliyində, amma biz sözsüz ki, baxacağıq bunlara ki, məktəb dərsliklərdə və yaxud da ki, müəllimin tədris prosesində buna hansı formada riayət etsin. Bunlardan hər biri dilin müxtəlif səviyyələrini və yaxud da xüsusiyyətlərini əhatə edir sözsüz ki, və bu yanaşmalar leksik semantik təhlildən tutmuş etimoloji, morfoloji, funksional, kontekstual izahlara qədər geniş spektr əhatə edilir. Belə izah üsulları vasitəsilə sözün quruluşu da morfoloji tərkib, məsəl üçün tarixi inkişaf yolu, hansı tarixi inkişaf yolunun keçməsi, sözlərin, yəni etimoloji mənşəyi, eyni zamanda semantik əlaqələri, sinonimliyi, antonimliyi və s. və nikdə kontekstual funksiyaları, məsəl üçün onların istifadə vəziyyətləri, sözsüz ki, üslubi yüklənmələri, yəni hansı üslubi belə deyək də rol oynayırlar. Bunlar ətraflı şəkildə müəyyən olunmalıdır və bu cür izahlar təkcə dilin strukturunu anlamağa deyil, eyni zamanda onun funksionallığına, kommunikativ imkanlarını da uşaqların dərk etməsində mühüm rol oynayır. Yəni sözlərin yalnız ensiklopedik və ya lüğəvi mənalarını deyil, həm də istifadə kontekstindən asılı olaraq dəyişə bilən semantik çalarların öyrənilməsi çox vacib rol oynayır. Bununla yanaşı söz ehtiyatının zənginliyi və yaxud da müxtəlifliyi sayəsində biz dilimizin, Azərbaycan dilinin üslubi rəngarəngliyini və ifadə imkanlarını da aydın şəkildə çatdırmış oluruq. Nəticə etibarı ilə qeyd edə bilər ki, sözün mənasını izah etmək üçün yalnız nəzəri, yəni əsasların deyil, həm də onların praktiki işləkliyi, yaradıcılıq potensiallarını, cəmiyyətin dil vasitəsilə qurduğu əlaqələri anlama baxımından da bunlar mühüm əhəmiyyət daşıyır və sözün izahında belə deyək, leksik, semantik əlaqələr və kontekstual göstəricilər mühüm rol oynayır. Burada hansı nüansları biz müəllimlərin diqqətinə çatdırmaq istəyərdik? Leksik, semantik əlaqələr və yaxud da kontekstual göstəricilər dedik ki, mühüm rol oynayır. Burada sinonimlərin, antonimlərin, hiperonimlərin, sözlərin əlamətlərinin sadalanması, sözün cümlədə işlədilməsi üsulları həm leksikologiyada, həm də üslubiyyətdə geniş istifadə olunur. Və bunları gördüyümüz kimi slaytda hamısı öz əksini tapır və hər biri sözün mənasının açılmasında funksional və izahlı rolu vardır. Məsələn, sinonimlərin rolu... Oxumuşdum bir yerdə ki, hər hansı bir xarici dildə öyrəndiyin yeni bir söz öyrənəndə onu 21 fərqli kontekstdə görərsə müdavim ya da şagird tələbə, o zaman artıq onun yadında qalır o söz. Burada da müəllimimiz bir sözü izah edərkən onun sinonimlərinin köməyi ilə izah edəcək. Başqa bir məqamda bəlkə onun antonimini deyəcək varsa, onun söz birləşməsi daxilində işlədəcək, cümlə daxilində işlədəcək, aid olduğum söz qrupuna istinad edəcək, hiperoniminə istinad edəcək. Bu şəkildə bir neçə aspektdən o sözü artıq şagirdə çatdırmış olacaq və yaxud sadəcə bunların birini istifadə edərək yerində sözü izah edəcək, elə deyilmi? Bəli. Olduqca doğru qeyd edildiniz. Bəli, ən azı bir neçə mənasını, sinonim və yaxud da antonimini demək çox faydalı. Çünki sözlər istənilən halda fərqli kontekstlərdə fərqli onların qarşılığı işlənə bilir. Məsələn, sinonimlər deyəndə eyni və yaxud da oxşar məna daşıyan, lakin fonetik və ya üslubu baxımından fərqli olan sözlərdə bildiyimiz kimi, sözün sinonimləri vasitəsilə onun mənası müqayisəli və ya dəqiqləşdirici yolu açılır. Bu da uşaqların onu başa düşməyində çox vacib rol oynayır. Sinonimlər həm də sözün istifadə imkanlarını və üslubu çalarlarını göstərir. Məsələn, burada qəşəng sözü, yaraşıqlı sözü verilir və yaxud da ki, cəsarət sözü deyə bilərik. Məsələn, deyə bilərik ki, biz slaytda verilib sözlər, gözəl sözünün tutaq ki, yerinə biz harada qəşəng, hansı məqamda yaraşıqlı sözünü işlədə bilərik, kimi məqamları uşaqlara işlədə bilərik və eyni zamanda antonimlərin roludur. Mənaca bir-birinə zidd olan sözləri göstərməklə şagirdlər artıq mənalarını qarşılaşdırma metodu ilə mənaca onların sərhədlərini müəyyənləşdirməkdə onlar üçün daha rahat olur. Məsəl üçün, gözəl sözünün qarşılığında bilir ki, çirkin olmayan sözünü işlədə bilər və yaxud da ki, isti sözünün
antonim fikirləşir ki, şagird soyuqdur və bu artıq hər iki mənanı başa düşdüyü halda o sözün başa düşməsinə daha çox kömək edir. Və yaxud da ki, onun aid olduğu məna qrupunu bilməklə. Burada biz hiperonimlərin rolunu vurğulamalıyıq. Məsəl üçün, məna baxımından daha ümumi olan digər sözləri özündə birləşdirən leksik vahiddir. Bilirik ki, hiperonim və sözün mənası bəzən ona əhatə edilir, ümumi kateqoriya vasitəsilə də izah olunur. Bu da çox o baxımdan vacib rol oynayır. Məsəl üçün, tutaq ki, maral heyvandır, nümunədə yazılır və yaxud da ki, armud, alma, şaftalı sözlərin hiperonimi meyvədir. Artıq şagird armudun meyvə olduğunu, yəni bu ümumi kateqoriyaya daxil olduğunu başa düşəndə artıq onun mənasını daha yaxşı başa düşür. Eyni zamanda söz birləşməsi və yaxud da ki, cümlədə işlətməklə, məsəl üçün, sözün cümlə daxilində işlənilməsi konkret semantik funksional xüsusiyyətləri göstərir və uşağın onu başa düşdüyünü göstərir. Kontekstual izah sözün həm əsas, həm də ki, köçürülmüş, metaforik və yaxud da ki, metonimlik mənalarını izah üçün vacibdir. Məsəl üçün, o qələmini çox güclü oynadırdı. Əlimdə də qələm var, ona görə ağlıma gəldi bu nümunəni deyim. Və ona görə yəni burada qələmi oynatma ifadəsi metaforik mənadadır. Məsəl üçün, yazmaq, yaradıcı olmaq mənasında işlədə bilər. Bir də var həqiqi mənada. Artıq şagird bilir ki, cümlədə hansı cümlədə olan hansı kontekstdə işlətmək rol oynayır. Və yaxud da ki, əlamətlərinin sadalanması yolu ilə. Şagird bilsin ki, təkcə əlamət bildirən sözlərdən deyil, məsəl üçün, əşya, ad bildirən sözlər haqqında danışanda da onun əlamətlərini sadalanmaqla artıq şagirddə, belə deyək, asosial yaddaş fonunda o şagirdin həm yadında qalır, həm daha çox yaxşı başa düşməyinə kömək edir. Məsəl üçün, sözün izahı mütləq bilirik ki, xarakterik əlamətlər və yaxud da funksiyalarını sadalamaqla şagirdə sözün mənasını izah eləmək olar. Bu, həm bilik yönümlü, həm elmi, həm psixologik tərəfdən çox vacib rol oynayır. Məsəl üçün, qartal yırtıcı quşdur. Nümunədə yazılan maral, məməllər sinifinin dırnaqlar dəstəsinə aid olan artıq şagird ona aid olan xüsusiyyəti, əlaməti bildiyi halda o sözü daha yaxşı başa düşür. Nəticə olaraq qeyd edə bilərəm ki, buyurun siz nəticə olaraq Nəticə olaraq qeyd etmək istəyirəm ki, sözün mənasının izahında sinonimlərin, antonimlərin, hiperonimlərin, kontekstual nümunələrin, əlamətlərin sadalanması kimi üsullar var ki, bunlar bir-birlərini tamlayan izah vasitələrdir. Müəllim bunların hər birini mütəmadi olaraq düzgün, nə vaxt məqsədyönlü şəkildə istifadə etmək, seçmə, düzgün müəyyənləşdirməlidir. Hər biri sözün semantik məzmunu, funksional imkanları və istifadə sahəsini daha əhatəli anlamağa sözsüz ki, şərait yaradır. Və bu yanaşmalar vasitəsilə biz sözlərin yalnız leksik mənada deyil və onların istifadə mühiti, üslubi və yaxud da ki, şuurda yaratdığı assosiasiyalar baxımından tam mənimsənilməsinə şərait yaratmış oluruq. Bəli, çox sağ olun. Günay xanım, burada bir məqama da toxunmaq istəyirəm. Dünyanın daha çox öyrəndiyi dillərdə ehtiyacdan və yaxud daha çox istifadə olunur deyə orada sözlər səviyyələrə bölünüb və dilin hansı səviyyəsində o söz işlənir, bu artıq, məsələn, ingilis dilində bu bilinir. Ümid edirəm artıq zamanla Azərbaycanda bununla bağlı müəyyən işlər başlanılıb görülməyə və zamanla bizim də sözlərimiz artıq müəyyən bir səviyyələrdə olacaq. Məsələn, uşaqlar tutaq ki, biz hələ ki onu məktəb yaş qrupundan, məktəb dövründən müəyyən edirik, amma bunu dil bilmə səviyyəsini müəyyənləşdirmək olar. Tutaq ki, dünya dillərində olduğu kimi, məsələn, A, B, C səviyyəsinin hansı birinci və ya ikinci səviyyəsinə aiddir bu sözlər və s. Nəyə gətirirəm sözü? Biz istər dərslik müəllifi kimi dərslik müəllifləri sözləri dərsliyə daxil edərkən, istər müəllim sinifdə müəyyən mətnlər tapıb şagirdlərə onlarla bağlı işlər, tapşırıqlar hazırlayarkən buna ehtiyacı var. O bilməlidir ki, hansı yaş qrupunda hansı sözlərdən istifadə edə bilər, hansı sözləri gətirə bilər çalışmaya və yaxud mətnlərə. Şagirdə sinonimləri izah etməklə həm də o sözləri müəyyən səviyyələrini öyrətmək olar. Əgər biz 5-6 yaşında, 10 yaşına qədər uşağa inanıram sözünü işlədiriksə, artıq yuxarı yaşlarda etimad göstərirəm, etibar edirəm kimi sözləri də onlar öyrənməlidirlər. Və bu onların həm nitqində, həm də yəni yazılı nitqlərində də təkrarçılığın qarşısını alacaq, yazılarını daha oxunaqlı, daha təsirli edəcək. Yəni sözlərin mənalarını sinonimlərlə izah etmək demək istəyirəm şagirdlərdə söz ehtiyatını həm də artırmağa kömək edir. Təkcə sözü izah etmir, eyni zamanda söz ehtiyatını artırmağa da xidmət edir. Belə deyək ki, məsəl üçün, Rafiq müəllimin yəqin ki, bu ilə bağlı sözsüz ki, fikir olacaq. Bəli, bu türk dillərində hələ ki, sözlərin ümumiyyətlə bu hansı səviyyələrdə, hansı necə müəyyənləşdirməklə bağlı ümumiyyətlə Azərbaycan dilində hal-hazırda yoxdur elə bir şey.
siz dediniz kimi, inşallah ki, yaxın gələcəkdə olar. Amma biz ilkin olaraq burada qeyd edə bilərik ki, məsəl üçün sözləri ümumiyyətlə hansı kateqoriyalara görə şagirdlərin yaş xüsusiyyətlərinə görə müəyyənləşdirmək olar? Məsəl üçün, sözün mənşəyinə görə, məsəl üçün, türk mənşəli sözlər və yaxud da ki, alınma sözlər və yaxud da ki, aktivlik dərəcəsinə görə səviyyələndirə bilərik. Sadəcə, məsəl üçün, informativ mətnlər, daha çox akademik sözlər, terminlər aşağı yaş qrupuna aid olan şagirdlərin sözsüz ki, söz ehtiyatına daxil ola bilməz. Eyni zamanda üslubu bayaq da qeyd etdiyimiz kimi mənsubiyyətinə görə məsəl üçün elə sözlər ola bilər. Hansı? Bəli, bunlar yanaşmalarla, müşahidələrlə hələ ki əldə olunur, amma çox yaxşı olar ki, bununla bağlı tədqiqatlar da olsun ki, siz konkret istifadə biləsiniz ki, məsələn, bu mənbə göstərir ki, bu sözlər bu yaş qrupunda və ya bu səviyyədə istifadə oluna bilər. Bəli. Onun üçün də ilk növbədə dilimizin, yəni ki, milli lüğət korpusu yaradılmalıdır və orada mətnlər, yəni yaş qrupuna görə mətnlər orada daxil edilməlidir. Bu başqa bir mövzudur və çox geniş, fundamental bir mövzudur. Yəni bu fundamental araşdırmalar olmadan mən deyərdim belə mükəmməl, hətta dərslik də yazmaq çox çətindir. Yəni arxalanacağımız bir şey yoxdur. Yəni ki, biz bu mətndə biz tutaq ki, 5-ci sinifdə bu sözü gətirək, yoxsa gətirməyək mətnə, yoxsa onu başqa sözlə əvəz edək deyə düşünürük hərdən. Ancaq elə bir, belə deyək, siyahı olsaydı yaş qrupları üçün, heç olmasa tutaq ki, 1, 4, 5, 9 və 10, 11, biz təxminən onların arasından axtarış aparıb bilərdik ki, bu söz bu yaş qrupu üçün hələ məsləhət deyil. Məsələn, onu yuxarı yaş qrupunda verə bilərik və s. Dedik ki, əvvəlki məqamla bağlı, bilirsiniz, hər bir müəllim düşünürəm ki, sinifə girəndə öz məqsədini müəyyənləşdirməlidir. Məqsədi düzgün müəyyənləşdirmək üçün isə o öz fənninin predmetini, yəni orta təhsildə onun ümumi məqsədi nədir? Yəni, orta təhsilin sonu üçün şagird, bax, bu bazarlıqla bağlı nəyə nail olacaq? Son məqsəd nədir? Bax, son məqsəd sözün əsl leksikoqrafik, peşəkar leksikoqrafik izahını vermək bazarlıqdır. Biz hiperonim sözünü də buna görə gətirdik. Yəni, sözün leksikoqrafik izahını vermək, bu deməkdir ki, sözün hiperonimini müəyyənləşdirirsən və onu digər hiponimlərdən fərqləndirən deməli, nümunələr, əlamətlərini sadalayırsan. Azərbaycan dilində bunu eləmək kifayət qədər çətindir. Çünki hiperonim başlıca məsələdir, əsas sözdür, asar sözdür burada və o axırda gəlir. O vaxta kimi isə mən, tutaq ki, söhbət əgər isimdən sifətdən gedirsə, uzun bir fe'li sifət tərkibi işlətməliyəm. Bu isə şifahi nitqdə çox çətindir. Amma öyrədəndə bunun belə yolları, metodikası var. Mən həmişə bu haqda danışanda özümü saxlaya bilmirəm və Türkiyədə qarşılaşdığım bir hadisəni xatırladıram. Necə orada bir uşaq mənə dərshanə sözünü başa saldı. Bu çox yaxşı nümunədir nəyə görə? Mən əvvəlcə sözün mənasını ümumi şəkildə müəyyən etmişdim. Bayaq yolla müəyyən etmişdim. Baxdım ki, dərshane reklamları var idi. Maltepe dərshanəsi, Arısı dərshanəsi və s. Dərs, bizim də dildə dərsdir, aydındır. Xanə, yəqin ki, o xanadır. Deməli, dərshana bu nəsə bir məktəbdir. Ancaq nə məktəbdir bu? Niyə okul deyil, dərshanədir? Bax, bunu bilmirdim və bir uşaqdan soruşanda o düşünmədən belə bir izahını verdi onu. Dərshane okul dışında öğrencilerin sınava hazırlık yaptıkları bir eğitim kurumudur. Baxın, belə bir izahı bizdə şifahi şəkildə verə bilən uşaq mən görməmişəm. Heç böyüklər arasında da görməmişəm. Niyə? Çünki bunu bizə öyrətmirlər. Mən həmin uşaqdan soruşanda ki, belə gözəl izah etməyi siz hardan öyrənmirsən? Dedi ki, bizdə Türkçe dərslərində gözəl konuşma dərsləri keçirilir. Və orada bizə sözün izah etməyi də öyrədirlər. Yəni, öyrədirlər ki, bax, əvvəlcə sözün hiperonimini müəyyən et. Maral heyvandır. Ondan sonra onu başqalarından fərqləndirən əlamətləri müəyyən et.
Dərshanə nədir? Onun hiperonimi eğitim qurumudur, yəni təhsil müəssisəsidir. Bəs onu məktəbdən, kollecdən, universitetdən fərqləndirən nədir? Hə, məktəbdən kənarda imtahana hazırlaşılan bir eğitim qurumudur, bir təhsil müəssisəsidir. Bu çox dəqiq, konkret bir izah idi. Yəni ki, profesional leksikoqrafik qanunlara uyğun, qaydalara uyğun verilmiş bir izah idi. Mən çox istəyərdim ki, müəllimlər həmişə bax belə izah etməyi qarşılarına məqsəd qoysunlar və addım-addım ona doğru getsinlər. İbtidai siniflərdə bəli, biz deyə bilərik ki, maral nədir? Uşaq deyər, maral heyvandır. Şir nədir? Şir aslandır, sinonimini deyər. Amma ki, son məqsədimiz bax belə bir leksikoqrafik izahı vermək bacarığıdır. Digər məsələ ilə bağlı bizdə məcazlar haqqında çox danışılır. Yəni ki, bu bir qədər ədəbiyyatla inteqrasiyadır və burada çoxlu terminlər var. Tutaq bənzətmədir, metafordur, metonimiya, mübaliğə, şəxsləndirmə və s. Ancaq leksik fiqurlar səviyyəsində ayrıca əvvəllər də arxaizm nədir, dialektizm nədir, o birisiləri yox, mən bilmirəm, antiteza və s. bunları keçirdilər yoxsa yox. Ancaq ki, bunlar haqqında bir dilçilik kateqoriyaları kimi danışılır, üslubi fiqur kimi danışılır. Amma bir çox leksik fiqurlar da var ki, onları şagirdlərə təkcə leksik fiqurlar deyil, leksik fiqurlar üslubi fiqurların bir hissəsidir. Orada sintaktik fiqurlar da var, fonetik fiqurlar da var və s. Yəni, bunlar şagirdlərə öyrədilsə yaxşıdır. Amma burada gərək dərslik müəllifi də, müəllim də bir qədər termin çoxluğunu nəzarətdə saxlasın. Yəni, uşaqları bu qədər terminlə yükləməyə dəyilməz. Əsas məsələ nədir? Uşaq bir aforizmi görəndə, oxuyanda ona zövq verir. Hamımıza zövq verir ki, nə gözəl deyilik. Biz də bu fikri bilirdik. Ancaq Einstein gör nə gözəl bunu ifadə elədi. O gözəllik nəyin hesabına yarandı? Bax, bu üslubi fiqurların hesabına yaranır. Əsasən antitezanın, lakonizmin hesabına, kalamburun hesabına, yəni söz oyunun hesabına və s. Bax, bunu çatdırmalıyıq uşağa. Və vacib deyil ki, biz orada məsələn, bax, bu oksimorondur, bu isə kataxrezadır, bu isə nə bilim, anaxronizmdir və s. Əsas məsələ odur ki, deyək ki, mənim fikrimcə antiteza və təkriri versək, o kifayət edir. Qalanlar onların növləridir, müxtəlif növləridir. Bu baxımdan güman edirəm ki, deməli, buna o qədər də ehtiyac yoxdur. Bir də burada artıq bir qədər mübahisəli məqamlara keçərək demək istəyirəm ki, bizdə çox tez-tez məsələn, sözün məcazi mənası ilə həqiqi mənası arasındakı o fərqi, filan məna bu sözün məcazi mənasıdır, yoxsa həqiqi mənasıdır. Bax, bununla bağlı tez-tez mübahisələr olur. Məsələ burasındadır ki, bilirsiniz, məcaz dedikdə, məcazi məna dedikdə həmişə ekspresiya adam xatırlayır da. Amma məsələ burasındadır ki, bir çox sözlər vaxtilə ilkin mənasından çıxıb məcazi mənada işlənib, o qədər çox işlənib ki, bir növ vətəndaşlıq hüququ qazanıb və lüğətə artıq düşür. Onun ekspresiyası qalmır. Belə mənalar törəmə mənalarıdır. Ona məcazi məna demək bir qədər çətindir. Yəni, bunu nəzərdə saxlamaq lazımdır. Çünki biz həmişə məcaz deyəndə onun ekspresiyasından danışırıq. Ancaq hərdən xatırlatmaq lazımdır ki, bilirsiniz, elə mənalar var ki, tutaq ki, o böyük yazısı. Burada böyük sözünün artıq nə olsun ki, məcazi mənada vaxtı ilə işlənib. Onun artıq ekspresiyası qalmayıb. O baxımdan bu artıq törəmə mənaya çevrilir. Eləcə də elə sözlər var ki, hansı məna onun məcazi mənasıdır, hansı ilkin mənasıdır, tutmaq çox çətindir. Tutaq ki, münbit sözü
çayın, daha doğrusu mənbə sözü, münbit sözündən yaranıb yadımı düşdü nəsə, çayın mənbəyi və fikrin mənbəyi. Kim deyə bilər ki, çayın mənbəyi bu ilkin mənadır, fikrin mənbəyi bu sonradan qazanılmış mənadır. Elə deyil. Yəni ki, mənbə sözü bir şeyin başlanğıcı deməkdir. Münbit sözü ilə eyni qohum sözdür. Bu baxımdan yəni güman edirəm ki, belə mübahisəli məsələlərə toxunmaq lazım deyil. Aydın məsələdir ki, ümumilikdə öyrətmək lazımdır ki, bax bu proses necə baş verir. Hər bir söz yarananda onun ilkin mənası olur. Bu daha çox təbiətdə rast gəldiyimiz sözlərdir, bizim bədən üzvlərimizin adlandırdığı sözlərdir, qohumluq bildirən sözlərdir və s. Və sonradan o məcazi məna qazanır, törəmə məna və s. Ən çox problem yaranır mübahisəli məqam, müəllimlər də yəqin mənimlə razılaşarlar. Bu amonimliklə bağlı. Amonimlər də çox mənalı sözlər. Hansı söz, bu söz amonimdir, yoxsa çox mənalı sözdür deyə çox vaxt mübahisələr yaranır. Mənə elə gəlir ki, burada biz sadəcə olaraq amonimliyin və yenə də çox mənalı təməl prinsiplərini başa salmalıyıq ki, onlar bir-birindən nə ilə fərqlənir və lüğətdə onlar necə təqdim olunur ki, hər biri baş söz kimi, izah olunan söz kimi, o birisi isə bir sözün müxtəlif mənaları kimi. Və bu baxımdan biz bir qədər mübahisə yaradan sözlərdən yan keçsək yaxşıdır. Tutaq ki də, top sözü amonimdir, lüğətdə amonim kimi verilir. Ancaq yəni ki, araşdırmalara görə bu etimoloji baxımdan amonim deyil. Yəni bu həmin qədim topların mərmisi top şəklində olub, kürə şəklində olub və oradan gəlir bu. Və yaxud udmaq sözü lüğətdə amonim kimi verilir. Qalib gəlmək və udmaq, onlar arasındakı məna yaxınlığı çox barizdir. Buna demək olarmı? Və belə sözləri testlərə salıb uşağı biraz çaşdırmaq və s. Bu, biraz onu düzgün hesab eləmirəm. Ümumiyyətlə, testlərdə ağır sözlərdən, mübahisəli sözlərdən bir qədər uzaq dursaq yaxşıdır. Bir də ki, bir nəzərə çatdırmaq lazımdır ki, ümumi dilçiliyin təməl prinsiplərdən çıxış eləmək lazımdır. Amonimlik necə yaranır? Eyni cür deyilən və yazılan sözlərin, yəni orada bir təsadüfilik var. Təsadüfən bu sözlər müxtəlif mənalar kəsb edilir. Eyni cür yazılır, eyni cür deyilir, ancaq müxtəlif mənalar kəsb edilir. Ancaq çox mənalılıqda orada qanuna uyğunluq var. Orada sözlər arasında məna yaxınlığı var və s. Bax, bu cür başa salmaq lazımdır. Bəzən baxırsan ki, məsələn, uzun müddət deyirdilər ki, söz terminoloji məna kəsb edibsə, deməli, bu amonimlik yaranır. Boğaz, burun, coğrafi terminlər kimi bu artıq amonimdir. Niyə? Axı, bu amonimliyin təməl prinsiplərinə zidd gəlir. Ona görə bu məsələyə ya toxunmamaq, ya da toxunulsa düzgün o təməl prinsiplərdən çıxış edib toxunmaq lazımdır. Bu bir. İkincisi də ki, testlərdə, bunu mən test yazan ekspertlərə də üzümü tutub deyirəm, bu şəkildə, yəni amonimliyi və çoxmənalılığı kontekstdən təcrid edib soruşmaq düzgün deyil. Baxırsan ki, sözlərdən hansı amonimdir? Yazırlar, arasında at var. Şimdi mənim yadıma düşmürdü. Mən at deyəndə heyvan yadıma düşür. Atmaq yadıma düşmür. İndi mən əzbərləməliyəm bütün amonimlər və çoxmənalar. O başqa məsələdir ki, verilsin cümlələrdə və soruşulsun ki, hansı cümlələrdə tutaq ki, onlar amonimlik təşkil edir və s. Ümumiyyətlə, müasir yanaşma, o dediyim kimi semantikanı istəyir. Semantika isə həmişə kontekstlə bağlı olur. O baxımdan
onları həmişə kontekstdə təqdim eləmək lazımdır. Yəni ki, biz deyirik ki, o situativ olmalıdır. Yəni ki, situativlik nədir? Kontekstdən çıxış edərək sözü uşaq başa düşməlidir. Daha təcrid olunmuş şəkildə yox. Bir başqa məsələ də bu qrammatik amonimlikdir. Bəzən belə bir, yenə o qondarma qaydalardan biri, amonimlər müxtəlif nitq hissələrinə aid ola bilər, ancaq çox mənalı sözlər həmişə eyni nitq hissəsinə aiddir. Baş sözü onda deməli amonimdir. Baş mühəndis və dağın başı ya pişiyin başı, deməli bunlar amonimdir. Elə deyil axı. Bu nə olsun ayrı-ayrı nitq hissələrinə aiddir. Bunların arasında məna yaxınlığı barizdir axı. O baxımdan onlara uzaq başı qrammatik amonimlik demək olar ki, bu şəkildə də verilir dərsliklərdə. Rafiq müəllim, haqlısınız. Necə ki biz kontekstdə öyrədirik sözlərin mənasını şagirdlərə, uşaqlara, onları qiymətləndirərkən də bu kontekstdə olmalıdır. Və qiymətləndirmə apararkən istər bu sinif daxili qiymətləndirmə olsun, istər məktəb qiymətləndirməsi və ya ölkədə aparılan digər qiymətləndirmələr, biz sözləri ayrıca soruşanda, mənadan kənar soruşanda, kontekstdən kənar soruşanda əlbəttə şaşqınlıq yarada bilər. Və xüsusilə dediyiniz kimi diqqət etməliyik ki, haçalı fikirlərə, ikili yanaşmalara gətirib çıxaran söz, söz birləşməsi, cümlə, bunlardan ayrılıqda istifadə etməyək. Təkrar deyirəm, necə ki dediyiniz kimi kontekstdə öyrədilir bunlar, soruşarkən də o şəkildə kontekstdə soruşulmalıdır, haqlısınız. Burada bir məqamda, yenə mübahisəli məqam kimi qeyd etmişsiniz frazeoloji birləşmələri. Xahiş edirəm, Rafiq müəllim, bu barədə də izah verəsiniz fikirlərə. Deməli, əvvəla nədənsə biz deyəndə ki, frazeoloji birləşmələr yalnız feili birləşmələr deyil, bu bəzilərində belə təəccüb doğurur, ən azı təəccüb doğurur, bəzilərində etiraz da doğurur. Amma yenə də frazeoloji birləşmələrin təməl prinsiplərinə baxsaq, yəni ki, bunlar bu və ya digər termin şəklində bütün dillərdə mövcud. Yəni, ümumi dilçilik kateqoriyasıdır. Bu, idiom da deyirlər, frazeoloji birləşmə də deyirlər və onun təməl prinsipinə baxsaq, yəni tərkibindəki sözlərin öz ilkin mənasından uzaqlaşıb birlikdə bir məna ifadə etməsi bu frazeologiyadır. Və yəni, onların arasında ismi birləşmələr də olur. Həmin ismi birləşmələr isim məqamında, sifət məqamında, hətta zərf məqamında ola bilər. Məsələn, bir göz qırpımında bu necə demək olar ki, bu frazeologizm deyil. Bəs frazeologizm deyil nədir? Və s. də. Digər bir məqam isə frazeoloji birləşmələrin tərkibi feillərdən və sərbəst söz birləşmələrindən fərqləndirilməsidir. Yəni, bunlar elə məqamlardır ki, bilirsiniz, bəzən dilçilikdə də bu məqamlara toxunulmuyor. Ona görə dəşliyə gətirməyə də qorxuruq biz onları. Amma mən baxıram sosial şəbəkələrdə və s. Baxırsın, bu ətrafda çox çılğın mübahisə gedir. Tutaq ki, ağ eləmək, başdan eləmək. Bu frazeoloji birləşmədir, yoxsa tərkibi feildir. İkinci tərəf eləmək də axı. Ancaq nəzərə alaq ki, bu xahiş eləmək, məhv etmək kimi sözlərdən fərqlidir. Yəni ki, burada birinci söz məcazi mənada işlənir. O baxımdan baxırsan tilsimə düşmək, təşvişə düşmək, bax bunların da frazeoloji birləşmə olub-olmamağı bəzən mübahisə doğurur. Ona görə də biz çalışırıq ki, bu cür ifadələrdən bir qədər uzaq qaçaq. Əsas məqsədimiz nədir? Şagird indi elə dilçilik kateqoriyaları var ki, hər bir savadlı adamın o haqda biliyi olmalıdır. O bilməlidir frazeoloji birləşmə nə deməkdir. Və onlara bariz nümunələr vermək lazımdır ki, bu birmənalı şəkildə frazeologizmdir. Məsələn, düşmək sözü o əvvəllər olmaq mənasında da işlənir. Ona görə təşvişə düşmək, təşvişli olmaq. Axşam düşdü, axşam oldu. Yəni ki, bu nə dərəcədə frazeologizmdir, onu bilə bilmərik. Digər tərəfdən sintaktik təhlil vaxtı onu ayıra da bilmərik.
o təşvişə düşdü, o nəyə düşdü? Yəni ki, onu tamamlıq kimi götürmək də olmur. O baxımdan, yəni onlar böyük mübahisələr doğurur. Ona görə də biz çalışırıq onlara toxunmayıq və xahişim də budur ki, testlərə də belə şeylər salınmasın. Yəni o qədər soruşulmalı şey var ki, dil qaydalarında, istər onun orfoqrafiyası, orfoepiyası olsun, istər onun qrammatikası, şagirdin düzgün cümlə qurmaq, cümlədə sözləri düzgün əlaqələndirmək, uzlaşdırmaq, düzgün qrammatik formada işlətmək, punktuasiya özü ayrıca bir sahədir və onu nə qədər istəyirsiniz dərindən öyrədək. Çünki bu yazı ilə bağlıdır. Orfoqrafiyanı nə qədər istəyirsiniz dərindən öyrədək. O savadla bağlı bir şeydir. Amma bax, bu cür məqamları, mübahisəli məqamları, yəni mübahisə doğuran nümunələri dərsliyə gətirir. Kimsə deyə bilər ki, onda ümumiyyətlə frazeologizm keçməyim də, baxın, mən bunu gətirdim də, belə. Yox, frazeologizm niyə keçməyir ki? Onu keçirik, uşağa başa salırıq. Amma ki, dildir. Dildə mübahisəli məqamlar çoxdur. Mübahisə yaradan nümunələr çoxdur. O nümunələrdən uzaq qaçaq. Yəni, orta məktəbdə ona ehtiyac yoxdur. Uşaq filoloq olar, gələcəkdə bununla bağlı öz kolleqalarından nə qədər istəyirsiniz mübahisə edir. Amma indi bu saat yəni, bu cür məsələlərə mənə elə gəlir, mübahisələrə ehtiyac yoxdur. Bəli, çox sağ olun Rafiq müəllim. Mən müəllimlərimizə özümü tutaraq ona demək istəyirəm ki, bizim bu dediklərimiz sizdə elə təəssürat yaratmasın ki, yəni biz çox ciddi seçməliyik şagirdlərə mətn verərkən, oradan başa düşəcək sözlər olmalıdır, çətin frazeoloji birləşmələr olmamalıdır və s. Qətiyyən bunu demək istəmirik biz. Əksinə, mümkün qədər rəngarəng mətnlər, bol söz ehtiyatı olan, orada həm bədiliyin, həm elmiliyin, həm akademikliyin göstərildiyi müxtəlif mətnlər, hər üsluba uyğun mətnlər seçərək biz şagirdlərimizin söz ehtiyatını artıra bilərik. Şagirdlər nə qədər çox və müxtəlif mətnlə, məzmunla tanış olsalar, istər yazılı, istər şifahi, istər görüntülü, onların həm söz ehtiyatları, həm dünya görüşləri, həm öz ifadələri o dərəcədə inkişaf edəcək. 6 yaşa qədər bizim oxuduğumuz nağıllar, hekayələr, ondan sonra da özlərinin tədricən oxumağa başladıqları məzmun onlarda söz ehtiyatı yaradacaq və onları inkişaf etdirəcək. O baxımdan, hörmətli müəllimlər, şagirdlərlə müxtəlif mətnlər üzərində işləməkdən çəkinməyin. Sadəcə, təbii ki, o mətndəki söz bazasının uşağın yaş səviyyəsinin çox üstündə məzmunla, üstündə olan akademik məna ilə, məzmunla və söz ehtiyatı ilə yüklənməməsinə diqqət edəcəyik. Növbəti bir məsələ, Günay xanım, əgər sizin üçün uyğundursa, biz peki dərsliklərdə söz ehtiyatının formalaşdırılmasını necə həyata keçirə bilərik? Dərsliklərimiz buna imkan verir mi bugün? Bununla bağlı bizə izah verə bilirsiniz, zəhmət olmasa. Çox sağ olun Tərəf üçün. Yəqin ki, Rafiq müəllim də mənim deyəcəklərimi təsdiq eləyər ki, dərslik ümumiyyətlə digər məzmun fərqləri ilə yanaşı söz ehtiyatının da formalaşmasında, şagirdlərin söz ehtiyatı, ümumiyyətlə söz ehtiyatının istifadə bacarıqlarının formalaşmasında çox vacib rol oynayır. Burada paralel şəkildə eyni zamanda yük düşür, belə deyək, müəllimlərin üzərinə. Yəni, həm dərslik müəllimlər, həm müəllimlər burada çox vacib, əhəmiyyətli rol oynayırlar. Ümumiyyətlə, söz ehtiyatının dərslikdə reallaşdırılması çox vacib bir məsələdir və söz ehtiyatı dilin əsas komponentlərindən biri olaraq şagirdlərin nitq bacarıqlarını, mətn qurma qabiliyyətlərini, eyni zamanda dil anlayışını formalaşdırmaq üçün əsas hədəf kimi qəbul olunur. Dərsliklər də bu ehtiyatın həm şəxsiyyət yönümlü, həm təfəkkür yönümlü və praktiki şəkildə şagirdə ötürülməsində əsas vəzifə daşıyır, əsas rol oynayır və qeyd edək ki, yeni nəsil dərslikləri bu sahədə çox həqiqətən peşəkarcasına işlənmişdir. Söz ehtiyatı ümumiyyətlə nədir? Bu baxımdan deyək ki, dərsliklərdə yəni bu əsas necə əksini tapır? Şagirdin bildiyi, anladığı, istifadə edildiyi sözlərin məcmusu kimi aktiv söz bazasını ümumiyyətlə inkişaf elətdirmək, üslubu çeviklik qazandırmaq, semantik və qrammatik funksiyalarını tətbiq eləmək, mətndə nitqə yönəlik düşünmə vərdişini formalaşdırmaq üçün çox vacib tapşırıqlar var.
və bu yeni dərsliklərimizin də Qədir dil dərslikləri, Azərbaycan dil dərsliklərinin də burada belə deyək, özlərinin düşdüyü işi çox yaxşı yerinə yetirir, qeyd edə bilərik. Dərsliklərdə söz ehtiyatının reallaşma yolları müxtəlifdir. Ümumiyyətlə, istifadə olunan ədəbi informativ mətnlər dərsliklərdə bu günlərin müasir leksik təbəqələrin çəşitli sifətləri, feilləri, terimləri, dialekt sözləri əhatə edir və eyni zamanda mətndəki sözlər kontekstə öyrədilməsi, yalnız tərcümə sözlərin mənasını deyil, funksional işlədilmə nümunələrinin də verilməsi burada çox əhəmiyyətlidir. Eyni zamanda sözlərin işləməsi ilə bağlı tapşırıqlar verilməsi, sözlərin sinonimlərin, antonimlərin tapmaq, sözün mənasının kontekstə tapılması ilə bağlı tapşırıqlar. Məsəl üçün, belə deyək, mətn üzrə yeni sözlərdən müəyyənləşdirib onların cümlə qurmaq və digər tapşırıqların yerinə yetirilməsi, frazeoloji vahidləri ayırmaq, izah etmək, şəkilçilərlə yeni sözləri düzəltmək, bu tipli tapşırıqlar çox yer alır. Bu tapşırıqlar həm miqdar, həm keyfiyyət baxımından şagirdin söz ehtiyatının inkişaf edilməsinə kömək edir. Eyni zamanda sözlərin, belə deyək, terminoloji terminlərin yeni informativ mətnlər sayəsində, qeyri-bədii mətnlər belə deyək sayəsində şagirdlərin müasir leksikə sahib olmalarına çox vacib rol oynayır. Ona görə də belə deyək, inteqrativ yanaşsaq, fəaliyyət əsaslı inteqrativ yanaşsaq, söz oyunları, müxtəlif crosswordları tapılması, müxtəlif ağılı tapşırıqlar, müxtəlif lüğətlərin üzərində işləmək kimi tapşırıqlar, eyni zamanda qiymətləndirmə aspektində verilən tapşırıqlar, məsələn, sözlərin doğru anlaması və ya şagirdin izah edilməsi ilə bağlı, eyni zamanda mətnin quruculuğunda işlənməsi ilə bağlı, yaradıcı və məntiqi belə deyək şəkildə onların necə düzgün istifadə olunması ilə bağlı tapşırıqlar geniş yer almışdır. Bu, belə deyək, sahədə müəllimlərə də məsələn tövsiyə vermək olar ki, məsəl üçün dərsliklərdən istifadə zamanı dərs prosesində sözlərin istifadəsinə daim diqqət yetirsinlər. Şagirdlərin fikirlərinin daha zəngin ifadə edilməsinə şərait yaratsınlar. Eyni zamanda yeni sözlərə, şagirdlərin yeni öyrəndiyi sözləri öz nitqində istifadə etməsinə, onların mənasını, tələffüzünü aydın ifadə etməsinə, izah etməsinə diqqət etsinlər. Eyni zamanda müxtəlif üslublarda sözlərin istifadə etməklə müqayisə etdirsin. Sən bədii üslubda, bədii və yaxud da qeyri-bədii mətndə işlədikləri, öyrəndikləri sözləri qarşılaşdırsınlar, müqayisə etsinlər. Şagirdlərin lüğətlə işləmək bacarığını onlarda formalaşdırsınlar. Bunlar çox vacib amildir. Və nəticə olaraq qeyd edə bilər ki, söz ehtiyatı dərslikdə reallaşdırılması şagirdin yalnız bilik səviyyəsində deyil, düşünmək və öz fikrini ifadə etmək bacarığında inkişaf etdirməyə yönəlmiş kompleks və məqsədyönlü bir proses olmalıdır ki, bu günlər bu dərsliklərimizdə əksini tapır. Və bu məqsədlə də dərsliklərdə belə deyək, həm mətn seçimi düzgün yol yer verilmişdir, həm sözlərlə işləməyə xidmət edən tapşırıqlar hazırlanmışdır ki, müəllimlər bunları düzgün müəyyənləşdirməyə və eyni zamanda məqsədyönlü istifadə etməyə fikir verməlidirlər. Eyni zamanda interaktiv yanaşmalara yer vermək və lüğət təcrübəsini, şagirdlərin lüğət təcrübəsini, lüğətlə işləmək bacarığını stimullaşdırmağa kömək etsin. Bu arada qeyd etdiyimiz kimi, dərsliklərin müəllimlər üçün dərslik komplektinə daxil olan müəllim üçün vəsait var ki, bunlar Trimps Eduaz səhifəsində yer alır. Və müəllimlər çox asanlıqla hər bir dərsin, hər bir tapşırığın işlənməsinə, eyni zamanda söz ehtiyatı ilə bağlı bacarıqları, şagirdləri necə formalaşdırmağa düzgün istiqamət götürə bilərlər. Sağ olun, xanım. Təşəkkür edirəm. Biz ümumilikdə mövzu ətrafında əsas deyəcəyimiz fikirləri yekunlaşdırdıq. Bir neçə məqama daha toxunmaq istəyirəm Rafiq müəllim. Həm də sualımız var bir müəllimimizdən, onu da səsləndirib soruşacağam. Çox maraqlı bir məqama toxunur müəllimimiz və deyir ki, məktəbə qədər yaş dövrü ilə əlaqəli söz ehtiyatını formalaşdırması, onunla bağlı da fikir bildirə bilərsinizmi deyir. Bu, bəlkə də özlüyündə ayrıca bir müzakirə mövzusudur. Bununla bağlı Rafiq müəllim fikriniz, sözünüz, tövsiyəniz məktəbə qədər yaş dövründə, bağça dövründə şagirdlərdə sonradan o söz ehtiyatı qıtlığı yaşanmasın deyə müəllimlər hansı yöndə və necə işləməlidir? Sadəcə qısa fikir soruşacağım, çünki dediyim kimi bu çox geniş bir mövzudur. Bəli, əlbəttə geniş mövzudur. Dediyiniz kimi buna ayrıca bir webinar da həsr eləmək olar. Ancaq qısaca deyəcəm ki, yəni bəlkə də elə bir yenilik deyil. Yəni
uşaqlara sözsüz ki, onlar məktəbə qədər də səlis oxuya bilmirlər və onlarda oxu texnikası yeni formalaşır. Ola bilsin ki, yalnız hərfləri tanıyırlar, sözlər, qısa cümlələr oxuya bilirlər, ancaq oxuduqlarını dərk etməkdə çətinlik çəkirlər. Ona görə ki, hələ ki, səs, hərf eyniləşməsi ilə məşğuldur onların beyni. Hətta ondan da əvvəl, məktəbə hazırlıqdan əvvəl ki, bağça dövrü olur, yəni məktəbə qədər 3 yaş, 4 yaş, 5 yaş, bəli, hətta o dövrdən bəlkə yox, o dövrdən başlamaq lazımdır. O dövrdən başlamaq lazımdır və uşaqlara daim nağıllar oxumaq, şeirlər oxumaq və bəzən də ki, oradakı sözləri onlara izah etmək və müxtəlif oyunlar var. Məsələn, müxtəlif kart oyunları var, deməli, intellektual belə deyək, kartlardır. Orada vacib tutaq ki, 100 hərəkət bildirən söz. Orada hərəkətlər verilib və o hərəkətləri soruşmaq ki, bax, burada hansı hərəkətdir, bunu necə izah edə bilir və yaxud da ki, ayrıca bitkilər, ayrıca heyvanlar, ayrıca mebel, nəqliyyat və s. Bu cür kart oyunları, belə deyək, var. Söz lato oyunları var. Məsələn, şagirdin masasının üstündə latodur, yəni lato kartıdır. Orada tutaq ki, bir skripka, bir nağara, bir alma və s. şəkilləri var. Müəllim kartı götürür, söz kartını götürür, deyir skripka kimdə var? Uşaq oradakı şəklin adını bilməlidir ki, desin ki, məndə var, həmin sözü götürüb skripkanın üstünə qoyur. Yəni, bax, bu cür oyunlar var, bu cür oyunlar vasitəsilə uşaqların söz ehtiyatını artırmaq olar. Dediyim kimi, ümumiyyətlə söz ehtiyatı bu bir qədər empirik bacarıqdır. Heç kim lüğəti qarşısına qoyub oradakı sözləri əzbərləmir. O, uşaqlıqdan o sözləri eşitməlidir, danışmağa həvəsli olmalıdır. Danışanda bir söz çatmırsa, valideyn, müəllim ona kömək etməlidir və s. Bu baxımdan, yəni uşaqları bu yaşdan etibarən daha çox şifahi nitq bacarıqları onlarda inkişaf etmiş olur da, yəni şifahi olaraq o sözləri öyrətmək lazımdır. Bununla bağlı müxtəlif vəsaitlər də var. Şəkilli lüğətlər var ki, orada tematik sözlərdir. Yəni, onlardan da istifadə etmək olar bu şəkilli lüğətlərdən. Onlardan bir çoxunun sonunda müəyyən maraqlı tapşırıqlar, cəlb edici tapşırıqlar da qoyulur söz ehtiyatı ilə bağlı. Bax, bu cür vasitələrlə güman edirəm ki, həmin dövrdə yaxşı bir söz bazası uşaqda yaratmaq və onu orta məktəbə belə arxain yola salmaq lazımdır ki, birinci sinifdən etibarən çətinliklərlə qarşılaşmasın. Çünki istənilən informasiya ilk növbədə bu sözlədir, verbal informasiyadır və onun söz ehtiyatı oxursa, informasiyanı elə rahat qavrayır. Və sadəcə sözləri siyahı şəklində yox, Hüseyin Günay xanım, siyahı şəklində sözləri yox, onlarla bağlı məzmunu çatdırmalıdır şagirdlərə. Əgər biz uşaqlara, tutaq ki, 3 yaşda, 4 yaşda, məktəbə qədər yaş dövründə onlarla meyvələr bəhsini işləyiriksə, biz 20 meyvənin adını ona öyrədib özünü tanımaqla kifayətlənməməliyik. Təbii ki, bu birinci addımdır bəlkə, o tanımalıdır alma, armud, nar, heyva hansıdır. Sonra bunlar haqqında cümlələr qurmaq və mətn danışa bilməlidir ki, tutaq ki, bizim bağımızda 5 meyvə ağacı var, onun birində alma yetişir, o birində armud yetişir. Artıq o meyvələrlə bağlı söz boğçası formalaşmalıdır şagirddə, söz ehtiyatıdır. Onunla bağlı müəyyən bir məzmun formalaşdıra bilməlidir, onunla bağlı müəyyən bir fikir bildirə bilməlidir və bütün mövzularda bu şəkildə heyvanlar, quşlar, təbiət, ətraf aləm, texnologiya, bir çox, yəni o 3 ildə, 4 ildə bağça dövründə uşaqlar bu mövzular ətrafında hər birinin aid 15-20 söz və o sözlərdən ibarət cümlələr və onun ətrafında qurulan bir mətn bacarığı formalaşdıra bilsək, uşaqlar məktəblərə hazır edəcək. Tamamilə doğrudur. Bu da dediyim o kontekstlə bağlı bir şeydir. Yəni, uşaq üçün maraqlı olan o deyil ki, bu almadır, bu avtomobildir. Uşaq üçün maraqlı olan bir mövzudur, bir hadisədir, bir ola bilsin süjet xəttidir və s.
onu uşağa çatdırmaq lazımdır və bu fonda uşaqlara yeni sözləri öyrətmək lazımdır. Yalnız belə olanda o cəlb olunur. Ancaq əzbərçilik yolu ilə ki, mən indi sənə bütün meyvələrin adlarını əzbərlətdirəcəm, əlbəttə bu yol deyil. Bəli, bəli. Günay xanım, buyurun, sözünüzü Bəli, mən də mənim sözünə əlavə olaraq qeyd etmək istəyirəm ki, Kaliforniya Universiteti bu yaxınlarda mən tanış olmuşdum. Kaliforniya Universitetinin belə bir araşdırması var idi ki, məktəbəqədər dövrdə söz ehtiyatının inkişaf mərhələləri təxmini yaşlar üzrə müəyyənləşdirilmişdilər. Burada 2-3 yaş qrupunda qeyd edirlər ki, 300-500 söz olmalıdır. Bunlar əsasən isimlərdən və sadə feillərdən ibarət olmalıdır. 3-4 yaş qruplarda 1000 sözün üzərində artıq uşaq sual cümlələri qurur, sadə cümlə quruluşlarını müəyyənləşdirə bilir, başa düşür. 4-5 yaşda artıq sözlərin mənasında fərqləndirmə, sinonimlər, əlavət bildirən sözləri artıq uşaqlar mənimsəyirlər və 5-6 yaşda isə artıq məntiqi əlaqələr qururlar, mürəkkəb cümlələr, qismən mürəkkəb cümlələrdən istifadə edirlər. Eyni zamanda danışıqlar daha fəal fonda baş tutur və bu da sözsüz ki, uşaqların belə deyək də zəka inkişaf mərhələləri ilə bağlı, yaşları ilə bağlı olaraq müəyyənləşdirilir. Sonra onlar qeyd edirlər ki, bayaq mənim dediklərim kimsə üçün danışıq fəaliyyəti, gündəlik uşaqlarla çox ünsiyyət qurmaq, kitab oxumaq, nağıl şeir texnikasından istifadə etmək, şəkillər həm vizual, görsel olaraq uşaqlara göstərmək, eyni zamanda söz oyunları, həm də şagirdləri danışdırmaq, uşaqları danışdırmaqla, yəni onların nitqini stimullaşdırmaqla onların söz ehtiyatını göstərir və eyni zamanda burada müəllimlərin və valideynlərin rolunu vurğulayırlar. Çox aydınca punktlarla qeyd edirlər ki, mən yadımda qalanlardan deyəcəm. Valideynlərin rolunu qeyd edir, uşağın gündəlik nitqinə mütləq valideyn özü diqqət eləməlidir. Məsələn, uşaqların maraq doğuran suallar verəndə onlara cavab vermək lazımdır. Oxu və dinləmə vərdişləri uşaqlarda yaratmaqda valideynin çox böyük rolu var. Eyni zamanda uşaqlarla bərabər mütləq oyunlara qoşulmalıdır. Valideynlər mütləq bugün müasir dövrün ən böyük problemlərindən biri ya uşağın əlinə telefon verirlər, ya hansı oyuncaqları ən yaşlıları qarşısına tökürlər, ya uşaqları parka aparırlar, nəsə bir fürsət tapıb özləri söhbət edir. Amma uşaqların hər bir belə deyim oyunlarda mütləq valideyn özü iştirak eləməlidir. Müəllimlərin isə qeyd olunur ki, məsəl üçün nitqi inkişaf elətdirən planlı fəaliyyətlər təşkil etməlidirlər. Məsələn, məktəbəqədər müəssisələrdə məşğələ keçən müəllimlərdən söhbət gedir. Məsələn, mövzuya uyğun söz ehtiyatlarını mütləq şaxələndirməlidirlər. Şaxələndirmək. Nitq nümunələri ilə məsələn sözün mənasını izah eləməlidirlər uşaqlara. Belə deyək. Və eyni zamanda nitqlərin aktiv olmasına şərait yaradan mühit yaratmalıdırlar. Onları danışmağa təşviq eləməlidirlər. Bu da çox vacibdir. Uşaqlarda elə məktəbəqədər müəssisələrdə belə deyək, mütləq şagirdlərin məşğələ vaxtı, məşğələ zamanı onlar arasında müzakirə, öz yaşlarına uyğun hansısa bir temanı, mövzunu müəyyənləşdirib, onlar arasında danışmağına bunu mütləq təşviq eləmək. Bir də sonuncu olaraq qeyd edeyim ki, qiymətləndirmə ilə bağlı danışırlar ki, yəni məktəbəqədər yaş uşaqları necə qiymətləndirmək olar? Burada əsas müşahidə sözsüz ki, üsulundan istifadə edirlər. Söz ehtiyatının inkişafı sözsüz ki, müşahidə yolu ilə izləmək daha yaxşıdır. Sırf o yaşlı uşaqlardan söhbət gedirsə, uşağın yeni sözü necə və nə zaman istifadə etdiyimiz, hansı yaşda, hansı hətta ay kateqoriyasında bunu müəyyənləşdirir. Eyni zamanda cümlələrin müxtəlifliyi, məntiqi quruluşlarına diqqət yetirmək, eyni zamanda sual-cavab reaksiyalarının necə dəqiqlik olması, kontekstə uyğun olub olmaması, yerində reaksiyanın, adekvat reaksiya verib verməməsi. Yəni burada formativ qiymətləndirmə, dünya təcrübəsi buna çox geniş şəkildə istifadə edir. Məktəbəqədər müəssisələrdə gündəlik müşahidə vərəqləri olur, nitq kartlar olur, tematik ifadə topları olur ki, mütləq uşaqlarda bu formativ qiymətləndirmədən istifadə edirlər. Nəticə olaraq qeyd eləmək istəyirəm ki, məktəbəqədər yaş dövründə söz ehtiyatını zənginləşdirməkdə uşağın nitq bacarığını inkişaf elətdirir, təfəkkürünü, yaradıcı təfəkkürünü, məntiqi təfəkkürünü formalaşdırır və gələcəkdə oxu və yaz vərdişlərinin təməlini qoyur və dünya praktikası göstərir ki, pedaqoqlar və valideynlər bu dövrdə uşağın dilə çıxışı, söz ehtiyatının tanışlığı, bu cür buna yönəlik şuurlu, ardıcıl oyunlarla zənginləşdirilmiş fəaliyyətlərinə qədər həyata keçirsələr çox vacib rol oynayır və dünya təcrübəsi göstərir ki, eyni zamanda zəngin söz ehtiyatının formalaşması elə məktəbəqədər yaşdan başlayır. Çox vacib rol oynayır bu orada.
Bununla bağlı çox dərin tədqiqatlar var və hamısı sonda ona gətirib çıxarır ki, əsas, yəni bu artıq çoxdan illərdir sübut olmuş bir fakt ki, uşaqlar o bacarıqların böyük bir hissəsini, yəni söhbət 90%-lərdən gedir. Elə 0-6 yaşda əldə edir o bacarıqları. Çox önəmli yaş qrupudur. Ümid edirəm ki, biz də bunun fərqində olmalıyıq və bununla bağlı lazım addımlar atmalıyıq. Sonda mən valideynlərimizə və eyni zamanda müəllimlərimiz üçün tərəf demək istəyirəm ki, sizlər də müşahidə etmişsiniz ki, yəqin məktəbə gələn şagird 6 yaşında və ya 5 yaşında məktəbə hazırlığa gələn şagird daha çox valideynin üslubunda və leksikasında danışır. Biz uşaqları dinləyərkən ailədə hansı bəlkə də ləhcə ilə ya da hansı üslubla danışıldığını görə bilirik. Amma müəllimlərimiz unutmasınlar ki, 3-4 il sonra da şagirdlər onların leksikasında danışmağa başlayacaqlar. Biz buna çox diqqət etməliyik ki, şagirdlərin yaddaşı maqnit kimidir, ağvərək kimidir. Onlar bizim hərəkətlərimizdə, danışımızda nəyi görürlərsə, onlar bunu götürürlər. Özlərinin asılı olmadan ya təqlid edirlər, ya da istər-istəməz onlara təlqin olunur zamanla bu. Bizim dəfələrlə təkrar istifadə etməyimiz. Ona görə müəllim olaraq söz ehtiyatımıza, leksikamıza, üslubumuza, intonasiyamıza da diqqət etməliyik ki, biz də şagirdlərimizdə nəyisə yanlış formalaşdırmayaq. Həm ailə olaraq buna diqqət etməliyik, leksikamıza diqqət etməliyik, eyni zamanda müəllimlər olaraq da həmçinin. Mən maraqlı müzakirə üçün təşəkkür edirəm sizə, Rafiq müəllim və Günay xanım, çox sağ olun. Sonda sizdən bir yekun sözü almaq istəyirəm. Rafiq müəllim sizdən də, Günay xanım sizdən də. Biz burada müxtəlif məzmun, söz ehtiyatı ilə bağlı müxtəlif məzmun standartlarından danışdıq, çalışma modellərindən danışdıq, metodikadan danışdıq və s. Ancaq mən müəllimlərə bir tövsiyəm var. Bayaq dediyim kimi söz ehtiyatının formalaşması, zənginləşməsi o ilk növbədə bir empirik bacarıqdır. Ona görə də bütün burada dediklərimiz onlar öz yerində, amma çalışın uşaqları debat zamanı uşaqları stimullaşdırasınız çox danışmağa, müzakirə zamanı, debat zamanı. Çalışın hər bir uşaq bu ayda bir dəfə demirəm, heç olmasa ildə 2-3 dəfə bir təqdimat etsin. Bir təqdimata hazırlaşmaq bilirsiniz nə qədər söz ehtiyatına zənginləşdirir, müxtəlif mənbələrə müraciət edir, müxtəlif yeni sözlərlə qarşılaşıb onları başa düşməyə çalışır və s. Eləcə də essey yazıları. Şagirdlərdə artıq çalışın akademik söz ehtiyatının formalaşması baş versin. Yəni, son nəticədə, yəni orta təhsilin sonu üçün şagird məişət dilində sadəcə olaraq danışmamalıdır. O zəngin akademik söz ehtiyatından istifadə etməlidir. Bununla onun dünya görüşü, savad dərəcəsi görünür. Ona görə də bax bu cür kommunikativ fəaliyyətdə mümkün qədər həm valideynlər evdə kommunikativ mühit yaratmalıdırlar, eləcə də sinifdə daim o fəal, interaktiv, kommunikativ mühit yaranmalıdır ki, şagirdlər çox danışsınlar, çox yazsınlar və söz ehtiyatları beləliklə zənginləşsin. Çox sağ olun Rafiq, təşəkkür edirəm. Günay xanım, buyurun. Mən də yekun olaraq bir-iki şeylərlə bağlı demək istəyirdim. Çox ola bilər ki, çox da inandırıcı olmasın, amma mən son dövrlərdə, xüsusilə də son bir il ərzində məktəblərdə, bəzi məktəblərdə müşahidə etdiyim bir şey var ki, o da nədir? Müəllimlər, bəzi məktəblərdə, bəzi müəllimlər artıq başlayıblar summativ qiymətləndirmələri şifahi şəkildə keçirməyə. Düzdür, onu qına obyektini çevirənlər də olur, amma sözsüz ki, bunlar hamısı formal olaraq onun keçirilmə qaydaları var. Onu sözsüz ki, öyrənib onun əsasını keçirmək lazım ki, obyektivliyi təmin olsun. Çünki yazılı keçirilən summativ qiymətləndirmələr deyəndə ancaq elə başa düşürlər ki, bu testdən ibarətdir. Sözsüz ki, xeyr. Mən bayaqdan şərhlərdə də baxıram, haqlı olaraq müəllimlər də qeyd edirlər ki, summativ qiymətləndirmələrin sırf test formatında keçirilməsi də şagirdlərin danışma bacarıqlarını, fikirlərini ifadə etmə bacarıqlarını məhdudlaşdırmağa aparıb çıxarır. Sözsüz ki, bu bir mənalı olaraq belə olmamalı. Biz biraz çətindən qaçırıq asana. Bunlar hamısı onun nəticəsində baş verir sözsüz ki, amma yazılı mütləq şagirdlərin şifahi və yazılı nitq fəaliyyətlərini gücləndirmək, stimullaşdırmaq və yoxlamaq, qiymətləndirmək lazımdır.
şagirdlərə oxu marağını artırmaq lazımdır. Yaş səviyyəsinə uyğun, məsəl üçün, maraqlı bədii ədəbiyyatları tövsiyə etsinlər. Məsəl üçün, oxuduğu kitabdan maraqlı sözləri seç, izah et. Kimi məsələn, uzun müddətli layihə şəklində vermək, yaradıcı bu cür tapşırıqlar vermək olar. Həftəlik, aylıq məsələn, söz kolleksiyasını toplamaq üçün şagirdlərə fərdi və yaxud da ki, qrup şəklində işlər təşkil edə bilər. Eyni zamanda yeni sözlərin mənimsənilməsini kontekstə işlətməklə bağlı tapşırıqlar verə bilərlər. Bundan başqa söz oyunları, sonra interaktiv metodlardan istifadə etmək. Eyni zamanda burada mütləq diferensiallığı nəzərə almaq lazımdır. Sözsüz ki, şagirdin intellekti burada vacib rol oynayır. Verbal intellekti zəif olan şagirdlər var ki, çox məsəl üçün oxumağı sevməyən uşaqlar var ki, amma sözsüz ki, o demək deyil ki, onlar oxumağı sevmirlər, verbal intellektlər zəifdir. Ancaq onların bacarıqları inkişaf etməməlidir. Sözsüz ki, bizim bilməli olaraq dövlət standartlarını, fənn kurikulumunda nəzərdə tutulmuş standartlar minimum standartları və onları bağlı bacarıqları formalaşdırmaqda məsuliyyətli müəllimlər burada məsul vəzifə daşıyır. Ona görə də mütləq bacardığımız qədər mütləq söz ehtiyatının, inkişafının uzun müddətli, mərhələli proses olduğunu nəzərə almalıyıq. Yaradıcı, təşviq edici, davamlı yanaşmanı əsas götürməliyik və unutmayaq ki, dilimizin söz ehtiyatına Azərbaycan dilinə söhbət edirsiniz ki, ana dilini daha səlis mənimsəməsinə, şagirdlərin həm nitq mədəniyyətinin formalaşmasına ciddi töhfə verir. Bunlar birinci növbədə müəllimlərdir, valideynlərdir. Sözsüz ki, biz burada daha çox müəllimlərə tövsiyə edirik. Söz ehtiyatı zəngin olan şagird daha yaxşı düşünür, daha güclü yazır, daha səlis danışır və beləliklə daha güclü düşünür. Bu çox vacib məsələdir. Təşəkkür edirəm Günay. Bəli, çox sağ olun Turan xanım. Sözsüz ki, çoxdur, sözünüz çoxdur. İnşallah növbəti webinarlarda bənzər mövzularla inteqrasiya fikirlər Təşəkkür edirəm, bəli. Çox sağ olun, Çox sağ olun. Çox geniş izahlar verdiniz. Vaxtında da sizə təşəkkür edirəm. Sonda yenə üzvü müəllimlərimizə tutaraq deyirəm ki, hörmətli müəllimlər, yəni biz də müəllimik, hamımız təhsil işçisiyik. Əgər biz şagirdimizi oxutmaq istəyiriksə, onun yazmağını istəyiriksə, şagirdə çox oxutmalıyıq, şagird çoxlu yazmalıdır, çoxlu dinləməlidir və danışmalıdır. Bunların fonunda söz ehtiyatı zənginləşəcək və şagirdlərimiz istədiyimiz intellektual səviyyəyə sahib olacaqlar. Çox sağ olun, bizimlə olduğunuz üçün təşəkkür edirəm. Növbəti webinarlarda görüşənə qədər. Çox sağ olun. Sağ olun.